Selam deyirəm bütün dildaşlarıma. Bugün gəldiyim yer Çatalhöyükdür. Çatalhöyük dünyanın ilk şəhəri qəbul edilir. Buradakı insanlar ilk dəfə şəhər qurmaq təcrübəsini qazanırlar. Gördüğünüz kimi böyle evler vardı. Bu evler birbirlerine yapışıblar və aralarında küçə zat yoxdur. Çıxırlar damdan, və damların üstü ilə keçirlər əlbələ. Yəni duvar onlara bilməmişlər ki, duvar nə cüzülənir və duvarı bu cür bula cürləmişlər. Yəni bu çox qədim bir tarixə keçir. İndi bura gəzə-gəzə sizə göstərəcəm. Burada insan ilk dəfə tarıma başlamış, kişavərziyə başlamış və burada elə bilmiş ki, buğdanı evcil eləsin, əhl eləsin. Burada başlamış, bu məntəqədə başlamışlar. Burada o tərəfdə yine detaylı göstərəcəm, daha detaillə göstərəcəm, amma sizə bu deyim ki, evlərin içində ölülər qoymuşlar. Duvarlarda rəhlər var imiş. Nəqqaşlar varmış heyvanlardan, insanlardan filan. Çox bir nəzür deyim sizə, çox bir barışçıl bir ortam imişlər bunlar. Çox dava mavazat yoxmuş bunların içində. Dava filan zat yox olmuş. Hələ o zaman demək olar ki, hələ pislik dünyada gəlməmiş. Yəni pislik sonra dünyaya gəlir. Və hələ o zamanlar insanlar bir-birinin barış içində idilər. Bu cür göstərim sizə. Daha detaildən sizə verəcəm o maketlərin içində. Çünki bunlar biraz bozulublar və mən anlatmaqla biraz çətin olacaq. Üst-üstə bu cür bir yerdir. Lap az toplumları olan zaman 3000 nəfər imişlər və lap çox olan zaman 8000 nəfər təxmin edilmiş bunlar. Bu gördüyünüz üzere şəhərdə duvar yox, şəhərdə küçə yoxdur. Duvarların üstü ilə bir-birlərinə gəlib gəlmişlər. Heyvanlardan qorumaq üçün, hadisələrdən qorumaq üçün bu işi görmüşdülər. Amma düşünün, dünyanın ilk şəhri, o yer ki, insan tarıma başlamış, kişavərziyə başlamış. Dünyanın ilk diş ağrısı. Deyirlər, dünyanın diş ağrısı burada başlamış. Üçün ətdən diş ağrı gəlməz və diş ağrısı buradan başlamış. Ya, o yüzden ki, yavaş-yavaş biz avcılığı qoymuşuq kənara, şikarcılığı qoymuşuq kənara və başlamışıq tarıma, kişavərziyə. Yine mən maketdə sizə daha detaylı göstərəcəm. Evləri də bu cürmüş. Mən bu cür sizə göstərdim. Bir dənə bu duvardır belə. Palçıqdan cülənib, suvaqdan cülənib, samandan zaddan cülənib. Amma yəni bu qapı yoxdur. Bu qapı ki mən göstərirəm, bu yoxdur. Bu fəqət qoyublar ki, biz rahat görək. Ərz olsun xidmətinizə. Bu nərdivanla çıxırlar dama. Belə çıxırlar dama. Bunlar üstü cüyləməyiblər, amma üstüdə bir dənə şeymiş, qapısı varmış, üstdən qapısı varmış. Və nöqtəsi bu imiş, ocaqlar hamısı aşağıda imişdir. Yəni həmin tüstü şeymiş üstə. Bu o bacadan, həm də ki, oradan girib gəlirmişlər. Bu səkkilərdə ki, görürsünüz, bu səkkilərdə orada məmulən ölülərin şeyliymişlər. Quyulmuşlar. Və bu tərəfdə gördüyünüz kimi burnuzlar vardı. Duvarda heyvanlar rəsmi vardı. Heyvanlar şeylər vardı. Bu nə mənə bilmirəm, pələngidir, nə mənədir, qaflandır. Qaflan fikrim qaflandır. Bunlar şey deyirlər.
Daşxordur, türkçəsi yolu daşxorun. 3-4 dağ fərqli heyvandır. Doğuzdur, inəklərdir filan behmə. Onlar da o cür rəsm şey eləyib, nəqqaş çəkiblər. Amma nöqtəsi budur ki, bu qaflanları daha çox şey eləyiblər, önəmsəyiblər, daha gözəl çəkiblər. Obsa heyvanları biraz fərqli çəkiblər. Burada bir dənə şey varmış, volkan bir dağ varmış, Quh Ateş Şani. Oradan bütün şeylərin savaş üçün və kəsmək üçün şeylərini tapırdılar, daşları tapırdılar. Hamısı o volkan dağdan imiş. Bu da bunların yaşamlarıymış, fərqli bir yaşamıymış. İnsanın ilk şəhəri buraymış. Duvar hələ bilmirmişlər nə cürləniymiş və hətta bilmirmişlər ki, xanımlar ağlan təvəssüdü ilə hamilə olur. Sonra neçə illər sonra bilmişlər ki, bu olubdu, bu hərəkət olubdu. Qoyayım içəriyə də. Oh, səsdə belə. Oh. Bunlar nə mənə bilmirəm dua, hə? Buğda zaddır. Bir daha bu cür bir heykəl vardı Çatal Höyükdə. Bir daha xanım pota və sinələr böyük. Bu bərəkət və doğurqanlıq simgəsi ola bilər. Amma nə mənə qətiyyən nə mənə biz bilmirik. Baxsız əllərində 2 dənə, əllərdə 2 dənə qaflan var altında və şayad mənəvi bir zətlər işlədiymişlər bunu. Amma yenə bir şey də mütməyin deyil. Çünki yazılı bir zət yox, xətt cüylənməmiş o zamanlar. Bu mücəssəmində var imiş. O zaman xanımlar müqəddəs sayılırmış. Xanım varlığı müqəddəs bir varlığıymış. Burada o yerin bir dənə üstdən mənzərəsi. Bura getdim. Yersiz göstərdim. Ola maketlərdir. Bir daha ora vardı. Amma ora bağlı belə göstərmirlər. Amma üst-üstə burada ilk şəhər dünyada burada görüblər. Burada elə bir qədim çox qədimlər bir çay gedirmiş. Altta Çərşənbə çayıymış. Dağlar, volkan dağları var imiş. İndi bilmirəm indi budur ya bu tərəfdəkidir. Amma volkan dağı da var imiş o zamanlar. Üst-üstə bura bizim dünyamızın ilk şəhri bura cürlənibdir. Burada Muzənin içəri tərəfidir. Burada gördüyünüz kimi yaşamı damda gözlədir. Hər işlərini damda görmüşlər. Göğsüdə avcılıq əbzarı cürlür. Orada xanım bir şeylər cürlür, ağa bir şeylər cürlür. Mənzur bu ki, yaşam şeydə damda var imiş, yaşam damda imiş. Və bu da gördüyünüz kimi bir dənə şeydir. Nərdivanlı ki çıxır üstə. Evin içi, Piraferzinin evin içidir. Bir daha da belə şey varmış. O bacağın bir ara mühafizi var imiş. Ki suzak gəlməsin, yağışsak gəlməsin içəriyə. Burada da ölənlər, hər ölünün yanında bir dənə əbzar şeyləmiş, quyulmuşlar. Gördüyünüz kimi bu əbzarlar. Bu məsələn ağalara xassıymış. Gördüyünüz kimi çox gözəl şeydir. Xəncərdir ki, başı ilandır və aşağısı volkandan çıxmış atəş fişanı daşlardır. Bu da xanımlara aiddirlər, xanımlara aiddirlər. Və bu da demək olar ki, dünyanın ilk aynası düşünə bilirik. Bunu. Bu da evin içərisi. Gördüyünüz kimi ocaq var. Üstü nərdivan gedir. Üstü də baca düşünün. Sahiban filan düşünün. O cürdür. Bu da o zamanın şeylərmiş. Olan tarımlarıymış. Noxuduymuş, badamıymış, mərciməymiş, buğdaymış, fərqli növlər buğdalar var. Bu da merindik vardı. Merindik bilmirəm nə oldu bizim türkümüzdə, amma qədim o da var imiş.
Burada da neçə dənə o mücəssəmələr tapılıb olardılar. O dediyim o xanımın mücəssəməsidir. Bu tərəfdə bir dənə mücəssəmədir ki, bir tərəfə gördüyünüz kimi sütun fəqəratdır ki, ölü təsviri verir. Bu tərəfdə də xanım bir təsviri verir. Yəni yaşam və ölüm arasında bir simgə. Bu da tapılıbdır, bir kasadır. İnsan üzü var üstündə, amma bilinmir nə mənədən ötürü işlənilirdi o zamanlar. Bu da o mücəssəmə ki, sizə biraz öncə göstərdim. Bu da o duvarda olan nəqqaşilərdir. O, nə bu cür oldu? Duvarda olan nəqqaşilərdir. Gördüyünüz kimi duvarda çəkilmişlər. Gördüyünüz kimi hər yan suymuş, sonra sular çəkilir, fəqət bir dənə çay qalır. Bu çarşamba çayı ki dedim. Və burada nədən yerləşdi, niyə gəldilər bura? Bu da önəmli bir nöqtədir. Əslində ora yerdir ki, insanlar orada şey eləyiblər, yaşayırmışlar. Bir dənə çay, bu çay ən önəmli amil imiş burada yaşamağa. Bərəkətli torpaqlarmış burada. Və burada deyim ki, burada əncir də tapılmış. Yəni indi bu zamanda əncir bu şəhərdə yetişmir, amma o zaman yetişirmiş. Demək ki, o zaman əncir, demək ki, buranın havası o zaman çox daha mötədil bir hava imiş. Nə cür bir memariyə bunlar sahib imişlər? Yəni gördüyünüz kimi bu cür memariyə sahib imişlər. Bu cür bir şeylər varmış, yaşamları varmış. Bu cür gördüyünüz kimi küçə yox. Və budur ki, çatal höyük yanımırsan, höyük yanımır. Höyük bu ki, evlər xərab olanda onun xərabələrin üstündə də ayrı ev düzülürdülər. Oqqayan eləmə məsno təpiyə deyirlər, höyük. Və bu ki, evlər nəcürdür. Evlərin içi də göstərdim, amma burada da göstərsəm qəşəng olar. Evlərin içi də belə, yəni oradan giriliymiş. Oradan giriliymiş içəriyə. Bir daha gördüğünüz kimi bir daha şey var. Rapillə kimi, nərdivan kimi bir zat var. Orada ocaq var. Bu şeydir, muhabbətədir. Təqribən hər evdə 8 ilə 10 kişi yaşayırmış. Evlərin ucalığı 2 metrə dayanırmış və belə. Bərəkət hilalıdır. Yəni orada ki, insanlar elə biliblər bu buğdaları, bu şeyləri hamısını evcil eləsinlər. Hububat deyim, istəyəm deyəm, hububat dəyəri bilməm nə mənə demək olur və gördüyünüz kimi bərəkətli hilal deyirlər bura. Yəni nə cür? Bu məntəqədə bir dənə, bu məntəqədə məsələn arpa əhl olmuş. Bu məntəqədə nə mənə hətta Peter burçaq, bilməm nə mənadır. Bezelye, mərcimə. Nə mənadır bu? Siz buğday. Buğday, bu da bilməm nə mənadır. Bunlar işte fərqli buğdaydır. Bu mərciməkli arpadır, bezelyədir, bu da bilməm nə mənadır. Bu da buna deyirlər bərəkətli hilal. Yəni buradakı bütün bunlar hamısı əhli olublar, evcil olublar. Yəni bu nöqtə də ki, olan mərkəzidir. Və bu ki Göbəkli təpə də burdadır. Göbəkli təpə bundan 2000 il öncə bir tarixə dayanılır və dünyanın ilk tapınağı, ibadətgahı sayılır. Buranın tarixi 7100 il miladdan öncə, yəni çox qədim bir tarix. Hələ buradan başlayır, neçə bir arada boşluq var və sonra gəlir Sumerlərin tarixinə başlayır. Və bu tarix gedir qabağa. Amma çatal höyük şeyin, Göbəkli təpənin tarixi 2000 il bundan da qabaqdır. Amma bundan onun fərqi var ki, o bir dənə ibadətgah idi, bu bir dənə şəhərdir.